Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün ginekoloji xəstəliklər içərisində xüsusi təsnifatı ilə seçilən yumurtalıqda kistalardan danışacağıq. Ümumiyyətlə, kistalar nədir, yaranma səbəbi niyə yaranır, müalicəsi hansı istiqamətində aparılmalıdır kimi mövzunu müzakirə edəcəyik. Təbii ki, bununla bağlı studiyamızda peşəkar və dəyərli həkimlər dəvət etmişəm. İlk olaraq onları sizə təqdim edim. Milli Onkologiya Mərkəzinin onkoloq-ginekologu Turan xanım Nadirova doktor, xoş gəldiniz. Eyni zamanda dəyərli həkimimiz Milli Onkologiya Mərkəzinin həkim radioloqu Turab Abziyev doktor, siz də xoş gəldiniz. Hər birinizə öncəliklə dəvətimizi qəbul etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Mövzumuz bugün tam fərqli, hər zaman demək olar ki, biz əslində ginekologiya və onkologiyanın vəhdəti çox geniş sahəni və şəbəkəni özündə ehtiva edir. Hər dəfə müəyyən bir məsələyə toxunmağa çalışırıq və bugün də qadınların ən həssas və yaralı bir yeri olan kistalardan danışacağıq. Hansı ki, bir çox xanımlar bununla üzləşir, amma nə edəcəyimizi bəzən bilmirik. Doktor, ilk olaraq başlayaq. Kistalar nədir? Bunun bir anlayışını ümumiyyətlə bir özümüzdə bir bugün bilgilənək, sonra keçid alaq növbəti suallara. Buyurun. Çox sağ olun. Yenə doğma məkanımızdayıq. Ülviyə xanım, sizi görmək hər an çox xoşdur bizə. Qarşılıq. Bəli, bugün çox az danışılan, amma çox mühüm mövzudan danışacağıq. Bəli, yumurtalıq kistalarından mövzu başladısa, birinci yumurtalıqdan danışmalıyıq. Ümumiyyətlə, yumurtalıq belə bir funksional orqandır ki, qadın cinsiyyət üzvlərinin bir hissəsidir, bir üzvüdür, daxili qadın cinsiyyət üzvlərinin bir üzvüdür və əsas funksiyası yumurtalıqda kistanın, yəni follikulyar dediyimiz kistin nazik qabıq şəkildə bir qabarcığın, belə deyək, yaratmasıdır. Əsas funksiyası hansı ki, onun içərisində yumurta hüceyrə yetişir və sonradan mayalanma və uşaq yaratma funksiyaları kimi davam edir bu. Yəni, deyək ki, həyatın başlanğıcı qadın üçün yumurtalıqdan başlayır, yumurtalıqda follikuldan. Və bəzən bu follikullar və digər kista adlandırdığımız törəmələr bəzən norma, bəzən patoloji ola bilir və biz bugün normada nədir, patologiya nədir, bunları necə ayırd etməliyik, hansı əlamətlər var, ultrasəs müayinəsində hansı göstəricilər norma deməkdir, hansılar patologiya deməkdir, bu haqda danışmaq istəyirik. Bəli, və qızıl, belə deyək də, artıq standart müayinə də məhz elə ultrason müayinəsi hesab olunur, doktor. Belə deyək də, çox böyük məsuliyyət və peşəkarlıq da məhz sizlərə düşür. Çünki birinci, siz onu aşkarlayır və diaqnozu qoyaraq ginekoloqa həmən yönləndirirsiniz. Hansı ölçülər, belə deyək, elə Turan xanım da vurğuladı, hansı ölçülər bizə onu deməyə əsas verir ki, artıq bu ciddi müalicəyə birbaşa tabi olmalıdır və hansı formada göstəricilər bizə əsas verir, deyək ki, özü-özündən sovrulub gedə biləcək kistalardır. Buyurun. Təbii ki, çox sağ olun dəvətiniz üçün, növbəti dəvətiniz üçün çox xoş oldu sizi yenidən görmək. Yumurtalıq kistalarından bayaq Turan xanım qeyd elədi. Məsələn, yumurtalıq kistaların ölçülərindən daha çox onların ümumi quruluşu çox önəmlidir. Yəni, onların divar qalınlığı, onların daxilində ara kəsmələrin olması və yaxud da o qalınlaşmış divarlardan boşluğa doğru qabaran hər hansı bir düyünlərin, bərkimiş hissələrin olması çox önəmlidir. Bu artıq bizə xoş xəstəlikdən bəd xəstəliyə doğru yol göstərir ki, artıq biz buna əsasən dəyərləndiririk. Məsələn, əsas göstəricilərdən biri menopauzadan əvvəl və yaxud da sonra olması. Məsələn, menopauzadan əvvəl gənc xanımlarda deyək də, reproduktiv dövrdə olan xanımlarda rast gəlinən kistalar daha çox funksional kistalardır. Funksional kistalar, məsələn, kistanın belə kapsulası, qabıq qatı çox qalın olub,
böyüyüb, yəni bu partlamalıdır ki, ovulyasiya prosesi baş versin. Partlaya bilməyibdir və ona əsasında ölçüsü böyüyüb, çox böyük ölçülərə çatır. Hətta ehtiyac olanda hörmətli ginekoloqlarımız, onkoginekoloqlarımız və yaxud da ginekoloqlarımız onların cərrahi yolla müdaxilə edib onların çıxarılmasını da icra edə bilərlər. Məsələn, yumurtalığın dəyərləndirilməsi müxtəlif cür aparılır. Əsasən ultrasəs müayinəsi vasitəsilə ginekoloqlarımıza biz məlumatlar veririk ki, məsələn, bu daha böyük ehtimalla xoş xəstəlidir, bu daha böyük ehtimalla bəd xəstəlidir. Əlbəttə, yumurtalığın kistik törəmələrindən başqa sərt strukturları, yəni sərt konsistensiya malik törəmələri də var, o ayrı bir mövzudur. Əsas məsələ yumurtalıq törəməsinin ölçüsündən daha çox onun quruluşu. Ya o da var, bu da var. Yəni qeyd elədim, böyük ölçülü yumurtalıq kistası ola bilər, tək kameralı ola bilər, divarı nazik ola bilər. Bu xoş xəstəlidir. Ya ölçü önəmli deyil. Artıq onun içərisindəki ara kəsmə mi var, ara kəsmədə qanlanma var, yəni qidalanan ara kəsmədirmi və yaxud da onun divarından boşluğa qabaran bir papilyar çıxıntı mı var? Artıq o dəyərləndirmə növbəti mərhələlərdə aparılır. Artıq ginekoloqumuza məlumat veririk ki, məsələn, buradan şübhələnirik və yaxud da burada artıq məsələ şübhələnmirik, nəzarətə buraxaq. Bəli. Və burada da peşəkar yanaşması xüsusi rol oynayır. Turan xanım, onun verdiyi əlamətlər var. Bəzən də əlamətləri və simptomları biz başqa xəstəliklərlə də elə menstruasiya dönəminin başlanğıcında olacaq ağrılara bağlayırıq. Normaldır. Hər bir kəs adət dönəmində ağrıyır deyib keçirik. Amma bəzən də o kistların ağrısı həmən dövrdə daha çox qabarır və xüsusi qarın nahiyəsində sancılarla dayanaraq yenidən başlayaraq bir ağrılar sərgiləyir. Bəzən də ürək bulanmalar, qusmalara qədər gətirir. Bəzən də burada ciddi, biz deyəndə bəzən də insanlar düşünür ki, onun bununla nə əlaqəsi ola bilər? Sidik və bağırsağa qədər sıxma proseslərimiz gedir, deyilmi? Tez-tez sidiyə çıxmaq və qəbizliyə qədər yaradır. Yəni, bu bizim bildiyimiz əlamətlərdir. Tibbin bizim bilmədiyimiz və bizə məlum olmayan əlamətləri. Bəli, Ülviyə xanım, bu əlamətlərdən öncə bir neçə cümlə ümumiyyətlə kistalar haqqında yenə demək istəyirəm. Var funksional kistalar, hansı ki, yenə dediyim kimi, yumurtalığın öz funksiyasını icra edən vaxt, yəni follikul yetişdirən an, follikul partlaya bilmirsə müəyyən səbəblərdən, o kistalaşır qalır və müayinə zamanı biz ona follikulyar kista deyə diaqnoz qoyuruq. Və var sarı cisim kistası, bu da yenə follikuldan sonra, follikul partlayandan sonra yumurtalıqda yaranan sarı cisim deyilən bir, o da funksiyasıdır yumurtalığın ki, həmən sarı cisim progesteron deyilən hormon buraxır. Gələcəkdə qadın hamilə qalırsa, o hamiləliyi idarə etmək üçün. Amma həmin sarı cismin yerində kista yaranırsa, biz buna sarı cisim kistası deyirik. Bunu buradan duyurmuş olmaq istəyirəm ki, bu kistalar çox vaxt xoş xassəlidir. Yəni, belə kistaları görəndə xanımlar panikaya düşməsinlər və çox vaxt müdaxiləsiz sağala bilir, öz-özünə geri çəkilə bilir və ona görə də burada ən düzgün yanaşma belə kistalara, follikulyar sarı cisim kistalarına ən düzgün yanaşma sadəcə vaxt verməkdir. 3 ay ərzində dinamik nəzarətə buraxırıq pasiyenti. 3 ay sonra demək olar ki, 80-90% hallarda bu kistalar öz-özünə geri sorulur. Amma kista qalırsa, ölçüləri böyüyürsə, o zaman biz müəyyən analiz verməklə, müəyyən müdaxilə etməklə müalicə qisminə keçə bilirik. Var patoloji kistalar, hansı ki, bunlar da xərçəng sayılmır, amma patoloji kista sayılır. Yəni, bu funksional kistalardan fərqli olaraq var kistalar, dermoid kistlər adlanır, teratomalar adlanır, hansı ki, bunlar çox vaxt anadan gəlmə olur. Qız uşaqlarında artıq bu baş verir və müəyyən dönəmlərdə, menstruat sikl başlayan dönəmlərdə qız uşaqlarında ağrılarla özünü müşayiət edir və yaxud da qarında şişkinlik yaranır. Bayaq siz dediyiniz kimi tez-tez sidiyə getmə, bağırsaq tərəfdən ağrılar və mütləq yenə biz belə kistalarda ən mükəmməl müayinə üsullarından sayılan ultrasəs müayinəsinə müraciət edirik. O zaman dermoid dediyimiz, yəni içərisində tük, dırnaq, yəqin ki, belə eşidərsiniz, belə kistlər yaranır. Tükləşmiş kistlər deyirik, bəli. Bəli, belə kistlər anadan gəlmə olur və müəyyən yaşda özünü biruzə verir. Var xanımlar ki, sonsuzluq şikayəti ilə bizə müraciət edir və yaxud da müəyyən ağrı ilə müraciət edir və biz o xanımlarda dermoid kist
diaqnozu qoyuruq və həmişə bizdən soruşurlar, doktor, bu məndə necə anadan gəlmə ola bilər ki, mən bunun heç bir əlamətini hiss etməmişəm, heç bir narahatçılıq verməyib. Bəli, belə olur. Anadan gəlmə olmasına baxmayaraq, müəyyən dövrdə o başlayır artmağa və ölçüləri böyüyür və sonra gələcəkdə problem yaradır və hətta belə kistaların sonradan xərçəngə də çevrilmə riski ola bilir. Ona görə də yaş dönəmindən asılı olmayaraq qadınlarda hər hansı bir buna uyğun şikayətlər varsa, mütləq ən azı bir ultrasəs müayinəsindən keçməlidir. Bəli. Və daha sonra var, yenə də patoloji kistalar qismindən sayılır, endometrioz kistlər. Yenə loru dildə daha çox ona şokolad kistası deyirlər. Həqiqətən də belə kistaların içərisini açanda, içərisindən ərinmiş şokolad kimi bir möhtəviyyət axır. Və bu kistlər çox vaxt uşaqlığın daxili qişasını örtən endometrium deyilən qatın hüceyrələrinin yumurtalığın üstündə inkişaf etməsi və orada belə bir kistaların yaratılması nəticəsində baş verir. Biz bunlara endometrioid kistlər, endometrioz kistalar deyirik. Bunlar da kəskin ağrılar, qarında şişkinlik, menstrual sikl zamanı ağrıların güclənməsi, tez-tez sidiyə getmə kimi əlamətlərlə özünü verir, biruzə verir və müayinə zamanı belə bir kistlər aşkarlayırıq və bu kistlərin də az da olsa, çox az faizdə olsa xərçəng riski var. Ona görə də onlar da vaxtında aşkarlanmalıdır və daha çox qız uşaqlarında da rast gəlinir. Yeni ailə qurmuş xanımlarda çox vaxt sonsuzluq səbəblərindən biri olur və biz də bunu yenə də ultrasəs müayinəsi sayəsində aşkarlayırıq. Və ən son hissə isə bu artıq bədxassəli kistlər. Kistə deməyək, artıq ona törəmələrdir. Bütün qadınlarda 1-3%, yəni çox aşağı faizdir əslində yumurtalıq xərçəngi yarana bilir. Amma çox maraqlı bir statistik göstərici var ki, ən çox ölümə səbəb olan da yumurtalıq törəməsidir, yəni letallıq verir. Ona görə də az faiz olmasına baxmayaraq yumurtalıq törəmələrini bir qədər ciddiyə almalıyıq, çünki ölüm riski yüksəkdir. Bəli, bəli və bunun da irsi daşıyıcıların edəcəyi nədirsə ona da qaydacağıq. Doktor, burada ağrı ilə baxın, qız uşaqlarımızda da hətta bunlar olur və hətta anadan gəlmə, bunu da bugün öyrənmiş olduq. Doktor, daha çox maraqlanan suallardır ki, ümumiyyətlə kistalarla anadan gəlmə doğulma ehtimalı nə qədər var? Demək ki, varmış. Bununla bağlı müraciətdə qız uşaqlarımızın və təzə ailə quranların həmin o təbəqəni bilmək istəyirəm. Nə dərəcədədir? Məsələn, ağrılar var, sidiyə tez-tez gedirəm, qarın nahiyəmdə şişkinlikdir və yaxud da ailə qurmuşam, övladım olmur deyə ağlında, düşüncəsində, təfəkküründə kistalarım var deyə müraciət edən varmı? Yoxsa başqa bir səbəblə gəlir və siz təsadüfi aşkarlayırsınız ki, burada məhz bunlardır. Ağlımdakini oxudunuz Hülviyə xanım, elə o barədə danışmaq istəyim. Sırf təsadüfən, daha böyük ehtimalla təsadüfən və yaxud da sonsuzluq müalicəsi sırasında məsələn mütəxəssis axtarışında olurlar. Məsələn, ultrasəs mütəxəssis kimi yaxınlaşırlar və dəyərləndirmə, bir neçə mütəxəssis olduqdan sonra dəyərləndirmək üçün yaxınlaşırlar, müraciət edirlər. Amma daha çox hallarda sırf təsadüfən, məsələn, funksional kistalar əsasən, məsələn, və yaxud da hemorragik içinə qanamış kista, funksional kistaların özlərinin bəziləri, məsələn, qanama ola bilir, daxili qanaması olur kista daxilində. O da şokolad kistlarına bənzər bir görüntü olur. Ultrasəs mütəxəssisləri onun ayrımını yapır və ona uyğun. Çünki qanamış hemorragik kistalar soğurula da bilir, amma bu şokolad endometrioid kistalar soğurulmur. O ginekoloqa çox vacib nüansdır. Məlumatı verməliyik əlbəttə ki. 90% hallarda, mən hətta 90, hətta 80-90% hallarda sırf təsadüfən yaxınlaşırlar. Təsadüf sırasında sizdə belə bir şey var, belə bir şikayətiniz varmı? Bəzisi köpüm var deyir, bəzisi ara bir çanaqda ağrılarım, sancılarım olur. O da ovülyasiyanla əlaqələndir, amma ovülyasiyadan sonra davam edən ağrılar. Yəni çox da düşünmürlər, dərinə getmirlər. Adətən təsadüfən gənc xanımlarda həmin o yaxınlaşan kontingentdə daha çox xoş xəstəlik kistaları olur. Yəni çox nadir hallarda ola bilər ki, orada bədxassəli proses olsun. Yəni uşaqlıq, yumurtalıq kistləri adətən gənc premenopazal dövrdə, yəni menopazadan öncəki dövrdə daha çox xoş xəstəlik olur. Menopazadan sonraki dövrdə əgər kistalarla rastlaşırıqsa, bəzən də onkoloji xəstəliklərdən müalicə alan xanımlar olur. Müəyyən dərman preparatlarına falan. Onlarda artıq kistalar görürsə, artıq əlbəttə bizim üçün
bu həyəcan təbilidir və bu zaman orada daha dərindən araşdırırıq, daha dərindən dəyərləndiririk. Digər əlavə məsələn ginekoloqlardan xahiş edirik. Belə bir şübhəmiz var. Onlar artıq qan analizləri, digər müayinə metodlarını istifadə edilir, daha dəqiq diaqnoz qoyulur. Bəli, və burada da bəzən də biz bu həmin sizin qoyacağınız diaqnozun kistalar bunu yarada bilər deyə anlayışında biz çoxumuz onu ciddiyə almırıq. Bəzən kistaları da çox önəmsəmirik, doktor. Bunlar da reallıdır. Bunlar bu səbəbi yarada bilməz. Bunlar bu əlaməti yarada bilməz. Sonsuzluğa qədər gətirib çıxara bilməz. Burada başqa faktorlar var deyib özümüzü aldatmış zamanı da yaşayırıq. Bizim reklam fasiləmiz var. Qısa reklam arasından sonra yenidən müzakirəmiz davam edəcək reklamlar. Reklamlar bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, biz bugün yumurtalıq kistalarından danışırıq. Doktor, ən çox da belə deyək də artıq qadınları təlaşa salacaq bir məsələ. İrsi daşıyıcı yumurtalıqda bədxassəli daha çox belə deyək risk qrupu və xərçənglə dünyasını dəyişən və yaxud da mübarizə aparan, mücadilə edən anaların övladları, xüsusən də belə deyək də bu risk qrupunda daha çox təhlükəli bir dönəm yaşayan xanımlarda özlərini sığortalamaq üçün yumurtalıqların götürülməsi məsələsi yaşayırlar. Nədən buna doğru fikir və qərar verdi soruşanda artıq özümü gələcəkdə bu törəmələrdən, yumurtalıq xərçəngindən sığortalayıram deyə. Yəni, həqiqətənmi yumurtalıqların götürülməsi bu həkim nəzarəti və göstərişi ilə yəqin ki olmalıdır. Bir yaşa dönümlə bağlılıq ola bilər, götürülməsi bir həyatı təhlükə özümü yarada bilər, ondan sonra bədənin öyrəşilməsi, adaptasiya məsələsi var. Bunların uyğulanması hər bir kəsə aiddirmi, yoxsa bu da göstəriş əsasında olmalıdır? Bəli, Ülviyə xanım, həqiqətən bu mövzu bir Hollywood ulduzu tərəfindən neçə illər öncə çox populyarlaşdı. Bəli, BRCA1, BRCA2 deyilən genlər var ki, qohum əqrəbəsində ümumiyyətlə yumurtalıq xərçəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, bir neçə növ xərçəng növləri var ki, o gen o xərçənglərə cavabdehdir, belə deyək. Və belə bir geni həqiqətən yoxlamaq mümkündür. Yəni, şəxsdə o gen varmı, yoxdurmu araşdırırıq və əgər belə bir gen varsa, bəli, bu insanın xərçəng olma riski yüksəkdir, demək olar ki, 100%-dir. Amma ömrünün hansı dönəmində olacaq, o haqda demək biraz çətindir. Ona görə, əgər xanım reproduktiv dövrdədirsə, yəni uşaq planlayırsa, hamiləlik planlayırsa, belə xanımlara yumurtalığı çıxartmaq çox ağırdır. Amma bəzən hətta biz bunu da əl atırıq, həmin yumurtalarını donduraraq, xanımın dondurub bankda saxlatdıraraq yumurtalığını çıxartmağa məsləhət görürük. Yəni, belə bir ağır da olsa, amma belə bir metod var. Amma menopauza dövründə xanımdırsa, bəli, yumurtalıqları götürmək onun təbii ki, heç bir ziyanı olmayacaq. Əksinə, xanımı bu xəstəlikdən qorumuş olacaq. Çünki yumurtalıq xərçəngi çox xərçəng növlərindən biridir ki, heç bir əlamət vermir. Biz, Turab doktor da razılaşar məndən, adətən yumurtalıq xərçəngini 3-cü mərhələdə artıq. Xərçəngin cəmi 4 mərhələsi var, amma biz yumurtalıq xərçəngini adətən 3-cü, 4-cü mərhələdə aşkarlayırıq. Çünki o qədər sakit, o qədər əlamətsiz gedir ki, artıq biz qarına maye yığılanda, fəsad verəndə biz bu xəstəliyi aşkarlaya bilirik. Ona görə də belə pasiyentlər əgər BRCA1-2 genləri pozitiv çıxarsa, onların yumurtalığını vaxtında çıxartmaq onun həyatının xilası deməkdir. Ona görə də bəli, belə metodlar var, amma bu dərəcədə dərinliklərə gedə bilməsək də, ən azından sadə bəsit ultrasəs müayinəmiz var ki, ildə 2 dəfə bu müayinəni keçməklə biz bütün fəsadların qarşısını vaxtında ala bilərik. Ona görə də ən çox mən bu qruplara fikrimi yönəltmək istəyirəm. Qız uşaqları və postmenopauzal qadınlar, yəni menstruasiya sikli dayanmış qadınlar. Adətən bu kütlələr bizdə müayinəyə getmirlər. Məsələn, qız uşağıdır, bunu nəyə görə həkimə aparaq? Heç bir problem olmaz deyə düşünürük. Və menopauza dövründən sonraki qadınlar, hansı ki, artıq məndə menstrual sikl yoxdur, mənim həkimə getmə səbəbim yoxdur və ən çox da problem biz bu
bu insanlarda, bu yaş qrupunda rastlaşırıq. Çünki reproduktiv dövrdə olan xanımlar menstrual sikl problemləri ola bilir, menstruasiya pozuntuları, qanamalar ola bilir, ağrı zamanı həkimə daha rahat müraciət edə bilirlər və yaxud da sonsuzluqla bağlı müayinələrə gəlirlər və o zaman biz bu problemləri aşkarlaya bilirik, diaqnoz qoya bilirik vaxtında. Amma qız uşaqları çox vaxt ailə həyatı qurandan sonra sonsuzluqla üzləşəndə artıq müayinə zamanı aşkarlayırıq ki, yumurtalıqda kis var və yaxud da polikistik over sindromu deyilən xəstəlik var, hansı ki, follikullar tam yetişə bilmir, kistalaşıb yığılır yumurtalığın üzərinə və bu zaman artıq gec olur biz bunu aşkarlayanda, artıq müalicədə o qədər effekt vermir, artıq cərrahi müdaxiləyə keçmək məcburiyyətində qalırıq. Ona görə də qız uşaqlarını çəkinmədən müayinələrə aparmaq lazımdır. Çünki adi menstruasiya zamanı ağrıların normal hesab edirlər. Düzdür, normal ola bilər, amma mütləq həkim müayinəsindən sonra bu qərarı vermək lazımdır. Və yaxud da menopauza dövründə olan qadınlar, bayaq dediyim o 1-3% xərçəng daha çox menopauzadan sonra olan qadınlarda o qrupa daxildir. Yumurtalıq xərçəngi daha çox o yaşda olan qadınlarda rast gəlinir. Yenə dediyim kimi, müayinəyə vaxtında getmədikləri üçün. Bizim çox əksər xanımlarımız menopauza dönəmində heç bir formada kistam yarana bilməz, süd vəzi xərçəngim ola bilməz və bədxasiyyəli şişə yoluxa bilmərəm deyə düşüncələr əslində ən böyük, bəlkə də doğru bildiyimiz yanlışlardır ki, məhz həmin dönəmdə qabarmalar daha çox insana görə təbii ki dəyişir, təhlükəli məsələlər olur. Müayinələrdən danışdıq. Doktor, beynəlxalq dəyərləndirmə məsələsi bu yumurtalıqların əslində bayaq Turan xanım da ilk çıxışında vurğuladı ki, qadının aparıcı bir, funksional bir orqandır. Biz bunu adi bəsit də, o qədər də cılız da saymayaq və ciddi fəsadlar da verir ki, həyatı təhlükəmizə qədər də gələ bilir. İndi bu haqda da danışacaq Turan xanım, kistanın qəfil partlaması məsələsi var ki, burada da ciddi fəsadlar törənə bilər. Bu beynəlxalq dəyərləndirmə hansı formada özünün inkişaf mərhələsinə keçid etdi? Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi beynəlxalq dəyərləndirmə sistemləri var. Məsələn, o süd vəzində, məsələn, qalxanvari vəzində digər orqanlarda, məsələn, prostatda və yaxud da qaraciyərdə o dəyərləndirmə sisteminə əsasən oradakı o yeni yaranmış törəmələrin dəyərləndirməsi aparılır. Əlbəttə ki, bu yumurtalığa da aiddir. Yumurtalıqda son dövrlər, əvvəldən IOTA sistemi idi, International Ovarian Tumor Analysis sistemi idi. Buna əsasən artıq biz yumurtalığın quruluşuna, yumurtalıqdakı törəmənin quruluşuna əsasən onun maye tərkibli olub-olmaması, divarının qalınlığı, ara kəsmələrin olub-olmaması, orada papilyar çıxıntıların və yaxud da sərt hissələrinin olub-olmaması, məsələn, gecikmiş mərhələlərdə artıq qarın boşluğuna mayenin yığılması, periton qatı dediyimiz qat var qarın boşluğunda, onun qalınlaşmasına əsasən biz o IOTA sistemini dəyərləndirmə aparırdıq və ona uyğun da, məsələn, ginekoloqlarımıza belə çox böyük kömək eləyən, məsələn, 5 dəyərləndirmə kriteriyası var. Məsələn, ən təhlükəlisi 5-dir, 1-dən 5-ə qədər. Bir ən sadəsidir, funksional kistlər, məsələn, 1 aiddir. 5-də artıq %90 xərçəng dediyimiz göstəricidir və ona uyğun olaraq, məsələn, biz ginekoloqlarımıza kömək edirdik. Yeni metodika artıq bizdə istifadə RMI sistemidir. RMI, Risk of Malignancy, belə deyək, indeksidir, indeksləmə sistemidir. Orada həm ultrasəsin rolu var, həm menopauzadan öncəki və yaxud sonradakı dövrün fərqi var, həm də ki, qan analizində yumurtalığa xas olan CA125 onkomarkerinin dəyərləndirilməsi aparılır və ona əsasən də artıq biz orada, məsələn, qanda göstərici var. 200-dən aşağı olanda aşağı risk qrupu, 200-dən yuxarı olanda orta və yaxud da 400-dən yuxarı yüksək risk qrupuna əsasən ginekoloqlarımıza yenə də kömək edirik ki, bu beynəlxalq dəyərləndirmə sistemi 100% belə deyək də, diaqnoz olmasa da, ginekoloqlarımıza ən azından 70-80% kömək edir ki, artıq xəstə barəsində məlumatları olsun və oradan da növbəti artıq müayinələri və yaxud da analizləri aparılması, həm də dəyərləndirmək üçün çox kömək edir. Və burada indi biz danışdıq Turan xanım az öncə, kistaların anidən partlaması məsələsi var. Bəzən də biz əslində belə deyək də, kista özü maye ilə dolu olan bir kisəcikdir, deyilmi? Yəni bunun partlamasında qarın boşluğuna
nə kimi ciddi fəsad verə bilər? Qan sızması kimi göstəricilər hətta buna qədər gedirik və bunun bəzən də biz yenə də fərqində deyilik ki, biz daşıdığımız, adi bildiyimiz kista partlaması bizə bu fəsadı verir. Hansı ciddi qadın xəstəliklərinə qədər bizi apara bilir? Bəli, Ülviyə xanım, burada əlamətlər çox önəmlidir. Yumurtalıqlarda apopleksiya dediyimiz partlama ola bilir, kistanın partlaması və yaxud da kistaların burulması dediyimiz patologiya ola bilir. Ayaqçıq üzərində olan kistlər ola bilər ki, onlar qəflətən burulur və hansı əlamətlər verir? Qəfil kəskin ağrılar, çox vaxt xəstələr bunu qarnıma bir qəflətən sancı, bıçaq girmək kimi bir əlamət kimi özünü bir üzə verir. Kəskin ağrı, ürək bulanma, qusma, huş itirmə, bayılma ola bilər. Çünki kistlərin partlaması nəticəsində daxili qanaxma baş verə bilər və ona görə də belə qəfil əlamətlər verə bilər. Daha irəli fəsadları peritonit dediyimiz qarın boşluğunda olan iltihabi proses inkişaf edə bilər. Qəfil burulmada həmçinin nekroz dediyimiz kista burulur və orada çürümə prosesi baş verir və yenə də peritonit əlamətləri verə bilir. Yəni həqiqətən biz bayaq siz dediyiniz kimi nazik, qabıqlı bir qabarcıqdır, belə deyək. Amma onun o qədər ağır fəsadlar törədə bilir ki, ona görə mütləq ciddiyə alınmalıdır hər bir kist. Amma yenə də Turab doktorun dediyində çox böyük bir önəm var. Çünki burada mən bunu da vurğulamaq istəyirəm ki, mütəxəssisin, radioloqun çox böyük rolu var. Yəni, bəli, belə bir sistemlər var, dəyərləndirmə sistemləri, amma o sistemləri dəyərləndirən həkim çox vacibdir. Bəli. Bəzən bizə pasiyentlər müraciət edir ki, başqa yerdə ultrasəs müayinəsində keçmişik. Mən başqa yerləri küçümsəmək istəmirəm, amma bizim, məsələn, elə Turab doktorun simasında bizim radioloqlar onkoloji xəstələrlə çox kontakta girdiklərinə görə adi bəsit kistanın təhlükəli ola bilər, bilməz deyə onlar bizə çox istiqamət verirlər və bəzən xilas yolumuz kimidir. Xəstə bizə müraciət edir, kəskin ağrılarla biz həmən ultrasəs müayinəsinə yönləndiririk və onların raporda bizə yazdığı bir cümlə belə bizim sonraki müalicə taktikamızı belirləyir. Yəni, biz radioloqa o qədər güvənməliyik ki, radioloqumuz o qədər professional olmalıdır ki, biz ani anda bu xəstəni sadəcə nəzarətə mi buraxaq, müalicə mi yazaq, yoxsa təcili əməliyyata mı alaq deyə bir qərar verməliyik. Bunun üçün də yenə dediyim kimi radioloqun rəyi çox mühüm rol oynayır bizim üçün və təbii ki, mütəxəssisin təcrübəsi böyük rol oynayır bu işdə ki, ginekoloq da verilən raporu düzgün dəyərləndirməlidir, müdaxilə. Çünki biz bu yumurtalıq kistalarının partlamasında, apopleksiyada ani müddətdə xəstəni əməliyyat masasına almalıyıq və əməliyyata götürməliyik. Çünki yenə deyirəm, çox ağır fəsadlar verə bilir, daxili qanaxma, peritonit və hətta pasiyenti itirmə təhlükəsi də ola bilər. Ona görə ani qərar verilib, ani əməliyyata alınmalıdır. Doktor, bu partlama ki var, biz danışdıq ani partlama. Bunlar gecikmiş dönəmin nəticəsidir, yoxsa yanlış yerdə, yanlış mütəxəssislərdə alınan müalicələrin fəsadıdır ki, sonucda bu partlasın? Hər bir təsir buna aiddir, hər dediyinizin hər biri ola bilər. Yəni, gec müdaxilə ola bilər və yaxud da pasiyentdə qəflətən zərbə alması nəticəsində qanaxma baş verə bilər və dediyimiz bu durum rast gəlinə bilər. Və yaxud da, məsələn, mənim belə bir pasiyentim olmuşdu, bu yaxınlarda naftalan müalicəsi alan pasiyent, o isti naftalan vannası qəbul edən anda kəskin ağrılarla təcili yardımla bizə müraciət etmişdir və belə prosedurlardan öncə də mütləq müayinə olunmalıdır. Yəni, belə bir risklərə, yəni riskli nəticələrə gətirib çıxarda bilər. Ona görə də müxtəlif səbəblərdən baş verə bilər. Konkret bir səbəb yoxdur. Ona görə müayinə burada mütləqdir. Burada da insanlar bəzən də ona görə aldanılır və bəlkə də bilgisizliyin qurbanı oluruq. Həmin o yerlərdə vannaların qəbulu birinci olaraq həmin müəssisələrdə soruşulmalıdır ki, sizdə ümumiyyətlə
fibromalardır, dediyimiz miyomlardır, kistalardır, onkoloji bir xəstə, ümumiyyətlə ginekoloji bir xəstə daşıyıcısanmı? Bu sual verilməlidir ki, sonra isti vanalar qadınların ən böyük bildirmədiyimiz ciddi təhlükə mənbəyi də çox elə oradan başlayır. Daha çox qəbul edir isti, hətta burada belə deyək də müəyyən spa mərkəzləri var ki, orada da isti buxar altında və sonradan çox ciddi qanamam oldu və ağrılarımla başlandı və bu təhlükəni hələ də daşıyıram deyə məlumatlar. Burada bir məsələ var, hər ikinizdən məsələyə cavab istəyəcəm mümkünsə. Demək ki, adi özü-özünə sovrulub geri dönən kista formalarımız da var. Amma ciddi fəsada bunlar qalarsa çox ağır fəsadlara qədər gətirib çıxacaqlar da var. Bəzən bu insan bunu necə ayırt etsin? Təbii ki, əgər mütəxəssis yoxlanışında deyiləmsə, nə zamansa təsadüfi bir aşkarlanma zamanı mənə səndə kista var deyildi. Mən bunu birinci variant olaraq bilib illərlə müalicəyə getməyəcəm. Onsuz da kistalar, çünki bunu yanlış maariflənmə və bilgilənmə əsasında deyirəm, onsuz da kistaların müalicəsi yoxdur deyə çox insanlar bu haqda belə düşünür. Özü-özünə sovrulub deyib, hər gün əleyhimizə işləmiş zamana buraxacağıq, hansı ki, ciddi problem yaşayacağıq və yaxud da adi bildiyimiz, necə ki, sizlər deyirsiniz ki, buna ümumiyyətlə toxunmaq olmaz, müəyyən bir formada geri sovrulacaq. Bunun üzərinə düşərək məcburən cərrahi müdaxiləyə gedirik ki, mənim kistamı götürün. Və razılaşaq ki, bəzən elə həkimlər də vardır ki, deyir ki, istəyirsə götürək də, amma əslində heç ona toxunmaq da olmaz, deyilmi? İndi bu vicdanı bir məsələdirmi həkimlərdə, peşəkarlıqdırmı, yoxsa insanların düzgün maarifləndirməsidir? İcazə versiniz, mən başlayardım. Çox önəmli bir nüansa toxundunuz və tez-tez rast gəldiyimiz, təəssüf ki, çox tez-tez rast gəldiyimiz təəssüf doğuran bir mövzu, nüansdır. Yaxınlaşır, təşviş içində xəstə yaxınlaşır, artıq hardasa ginekoloq olub müayinədən keçib, yaxınlaşır. Doktor, mənə dedilər, təcili kistan əməliyyatı olunmalıdır. Əlbəttə, təbii ki, müayinəyə dəvət edirik. Müayinə sırasında aşkarlanır ki, xanımın, məsələn, normalda atalım, 2 cm bir kist dominant folikul olmalı, 2 cm kimi böyük 2.2 cm bir kistadır mı, ya və funksional kista. Maraqları bilmirəm nədir. Həmin ginekoloqun və yaxud da digər mütəxəssin marağının nə olduğunu deyə bilmərəm, yəni günah olar. Amma yəni bu olmalı deyil əslində, yəni bu deyil. Yəni xəstəni belə yönləndirmək, belə təşvişə salmaq, xüsusən də gənc xanımı belə təşvişə salmaq, valideynlərini, əlbəttə, yaxşı mütəxəssis, sənətini sevən mütəxəssis, əlbəttə ki, ilk öncə düzgün dəyərləndirmə aparacaq və ona uyğun xəstə yaxınına və xəstənin özünə məlumat verəcək. Bəzən də görürsən ki, çox böyük, əslində təhlükəli kistadır. Xəstəni müayinə ediblər. Səndə heç nə yoxdur, kistadır, adi kistadır, çıx get, xəstə artıq bir neçə aydan bədxəstəli kistalar çox sürətlə böyürlər və bunlar artıq böyüdüyü anda artıq qarın boşluğunda köp yaranır, artıq ölçüləri 10-15 cm-ə çatanda xəstə hiss edir. Yoxsa xəstə əvvəldən təsadüfən bir kistası var idi, o bədxəstəli yönümlü kistası var idi. Həkim düzgün dəyərləndirə bilmədi. Ondan sonraki dövrdə xəstəyə heç nə yoxdur, çıx get dedi. Xəstə artıq üzərindən bir 5-6 ay, 1 il keçəndən sonra yaxınlaşır artıq 15 cm-lik kista və kista artıq metastazlar verib. Əsasən qarın boşluğunda peritonel metastazlar verir, hətta qaraciyərə və ağciyərə belə metastazlar verir. Artıq xəstəyə yardım mərhələsini belə keçmiş olur. Yəni, hər hansı palliativ dediyimiz, yəni müəyyən qarşısını almaq üçün yardımlar eləyə bilirik, amma bəzən heç yardım eləyə bilmirik. Bəzən də tibdə, xanım onu çarəsiz qalır, belə deyək də, müəyyən yardımlar eləsəydə çarəsiz qalırıq. Artıq çünki o da ilkin mütəxəssisin, belə deyək, səhlənkarlığı deməyək də, yəni fərqli, biraz diqqətsiz yanaşmasını irəli gəlir. Bəli, və burada bir insan həyatını bəzən də biz ciddiyə almadan bu addımlar atırıq və bəzən də deyirik ki, yaxşı həkim olsaydı, məni kistamı əməliyyata yazmazdı, müalicə edərdi deyə yanaşmalar da var doktor. O necə həkimdir ki, kistamı müalicə edə bilmir. Bəzən kistaların birbaşa göstəricisi də var axı cərrahi əməliyyata qədər. O qədər bilgisiz və yanlış bilgilərlə dəyərləndirildi və bu məlumatları özümüzə topladıq ki, hər bir zaman yaşadığımız problemin günahkarını məhz həkimlərdə gördük. Bilirsiniz, hər pasiyentə individual yanaşılmalıdır. Kista var, xəstənin neçə yaşı var, xəstənin hamilə qalmaq planı varmı? Məsələn, qız uşaqlarında biz bir məsəl var, 100 ölç bir biç.
belə yanaşma olunmalıdır. Çünki qız uşaqlarının yumurtalıq kistlərinə müdaxilə etmək asandır. Biz 2 dəliklə qarından girib həmən kistanı 15 dəqiqə ərzində götürə bilirik. Amma bunun sonraki fəsadları, qarında bitişmələr yarana bilər, borularda bitişmələr yarana bilər və gələcəkdə bu xanımın hamilə qalmaq funksiyası risk altına düşə bilər. Və yaxud da əksinə, mənim yumurtalıq kanseri olan pasiyentlərimin 70-80%-dən soruşanda ki, belə əvvəllər sizdə belə bir problem olub, yumurtalıq xərçəngi olan pasiyentlər, hamısı deyir ki, cavanlıqda məndə bir kista olubdur. Həkimlər deyirdi ki, ciddi deyil, narahat olma. Və təbii ki, bizim pasiyentlər də ildə 2 dəfə, 1 dəfə deyil, 10 ildə 1 dəfə ultrasəs müayinəsi keçirlər və biz artıq fəsadlaşmış halda kistaya rastlaşırıq. Ona görə də yenə deyirəm, pasiyentin yaşı, pasiyentin aldığı hər hansı bir müalicələr, hər hansı bir paralel gedən xəstəliyi, bayaq dediyimiz kimi irsi faktor. Əgər bir xanım yaxınlaşıbsa və bu xanımın reproduktiv funksiyası bitibsə, yəni uşaq istəmirsə, hamiləlik planlaşdırmırsa və genetikasında, anasında, bacısında, xalasında, bibisində yumurtalıq xərçəngi olubsa, demək ki, bu pasiyent risk altındadır. Və təbii ki, müəyyən ölçü 6-7 santimetrdən daha böyük, kapsulası qalın, bir neçə kamerası olan, içərisində papillər görüntüsü olan, məsələn, ultrasəs müayinəsindəki rəyə uyğun olaraq belə bir kistə aşkarlayırıqsa, bu kistin orada saxlanması pasiyenti böyük risk altına alır. Ona görə də hər pasiyentə individual yanaşılmalıdır. Bəli. Hansı ki, bunu da zaten peşəkarlar etməlidir əslində. Növbəti reklam fasiləsinə ayrılırıq. Qısa reklam arasından sonra yenidən müzakirəmiz davam edəcək. Reklamlar. Reklam fasiləmiz bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz bugün qadınlarda yumurtalıq kistlərdən danışırıq. Mövzuya keçid etməzdən öncə proqramımızın baş sponsoruna dərin təşəkkür etmək istəyirəm. Best Beef ət və ət məhsullarına 2002-ci ildən etibarən Elite Food Company adı altında və Best Beef markası ilə fəaliyyət göstərən böyük bir müəssisənin fəaliyyətindən söhbət gedir. Hansı ki, ailə üzvlərimizin, hətta az yaşlı övladlarımızın belə tam güvənlə istifadə edə biləcəyimiz bir müəssisə. Bunun üçün sizə dərin təşəkkür edirəm. Artıq bir neçə ildir bizimlə əməkdaşlıq etdiyiniz və bizə dəstəkçi olduğunuz üçün. Və keçid alaq mövzuya. Doktor, biz təbii ki, bunların baş verdiyi fəsadlardan danışdıq, qızıl standart olan ultrason müayinəsindən danışdıq. Bunun müalicə məsələsi. Təbii ki, indi artıq bizi dinləyənlər və bundan əziyyət çəkənlər var ki, əslində bunu yaşayıram, müayinələrdən keçirəm, bəziləri zamana burax, özü sovrulub gedəcək. Bəziləri ciddi göstərişlə əməliyyat deyir, amma yenə də tərəddüdümüz var və bunun müalicəsi necə aparılmalıdır? Konservativ dərman müalicəsinə tabi olan hansı mərhələ göstəricilərdir və birbaşa cərrahi müdaxilə olmalıdır deyə həkim göstərişi nə zaman uyğulanır? Buyurun. Bəli, müalicə artıq birinci etap bitəndən sonra, yəni müayinə edirik, diaqnozu qoyuruq və ondan sonra müalicə etapına keçirik. Çünki belə bir deyim var ki, müalicənin yarısı düzgün diaqnozdur. Yəni artıq diaqnozumuzu qoyandan sonra bəli, müalicəmiz bir neçə istiqamətdə gedə bilər. Sadəcə dinamik nəzarət, yəni 3 aydan sonra kontrol pasiyenti müayinəyə çağıra bilərik. Xüsusi hormonal həblərimiz var ki, belə preparatları istifadə edərək biz hormonal disbalansı aradan qaldıraraq həmən kistlərin müalicə olunmasına səbəb ola bilərik. Və üçüncü, cərrahi əməliyyat. Burada artıq müdaxilə edib kistanı çıxarmaq yönündə müalicə gedir. Bəzən pasiyentə gəlin sizi əməliyyata alaq deyəndə, ay doktor, elə ağır müalicə istəmirəm, mənə tabletka yaz deyə geri dönüş edirlər. Amma bunu demək istəyirəm ki, müalicə növlərindən biri də cərrahiyyədir. Yəni bunu təhlükəli bir şey kimi deyil, sadəcə müalicənin bir tərəfi kimi baxmaq lazımdır. Amma hər anda cərrahi əməliyyata əl atmaq olmaz. Çünki cərrahi əməliyyatın da özünə görə fəsadları olur. Ona görə də düzgün xəstə seçimi və düzgün diaqnozla biz müalicə etapına keçirik. Yenə dediyim kimi, funksional kistləri, yəni bura follikulyar kistlər və sarı cisim kistləridir ki, müəyyən ölçüyə qədər 5-7, hətta 10 santiyə kimi biz nəzarətdə saxlaya bilirik. Çox vaxt 3 ay ərzində onlar özü-özünə sorulub gedə bilir.
Var dermoid kistlər ki, bunlar çox kiçik olsa nəzarətdə saxlaya bilərik, yəni içərisində tük, dırnaq, bayaq dediyim kistlər. Amma 3-5 santıdan böyükdürsə, mütləq müdaxilə və ancaq cərrahi yolla. Məsələn, dermoid kistlərin heç bir müalicə üsulu yoxdur. Başqa alternativ müalicə üsulu yoxdur. Birbaşa cərrahi əməliyyatla kist özü çıxarılmalıdır. Var endometrioz kistlər, şokolad kistləri dediyimiz. Bunlar artıq ölçüyə görə dəyişir. Kiçik ölçüdürsə, qız uşaqlarıdırsa, doğuş etməmiş qadınlardırsa, biz burada hormonal həblərin istifadə etməsini üstün sayırıq. Çünki 3-6 ay ərzində onlar hormonal həblərlə geri çəkilə bilir. Amma artıq 5 santıdan böyükdürsə, kəskin ağrılar, kəskin əlamətlər verirsə və hər hansı bir həblə müalicə effekt vermirsə, endometrioz kistlərdə də biz artıq cərrahi əməliyyata əl atırıq. Var kistlər ki, artıq bayaq Turab doktor dediyi kimi şübhəli əlamətləri var. Yenə dediyim kimi, şübhəli əlamətlər birinci ultrasəs müayinəsində kapsulu çox qalındır, papillər çıxıntısı var, içərisində çoxlu ara kəsmələri var, daxilində qan sızması var, qan sızıbsa içərisinə və xüsusi göstərici var, CA125 deyirik biz buna, xərçəng markeridir. Qanda belə bir marker var. Bu da 100% olmasa da müəyyən istiqamət verir bizə belə bir marker ki, əgər bu marker qanda qalxıbsa, demək ki, kistin bədləşmə ehtimalı var və ən sonunda bütün bu müayinələr bizə dəqiq cavab vermirsə, MRT müayinəsinə əl atırıq, maqnit tomoqrafiya, maqnit rezonans tomoqrafiya. Bu zaman yenə də kistlərin çox kiçik millimetrik kəsiklərini verir daxilinin və biz şübhəli ola bilərmi, bilməzmi deyə dəqiq araşdırandan sonra cərrahi əməliyyata edəkmi, etməyəkmi qərar veririk. Yəni, hər pasiyenti birbaşa cərrahi masaya qaldırmırıq. Mütləq müzakirələr olunur, bir neçə müayinə olunur və bütün bu müayinələrin sonucunda qərar veririk ki, əməliyyat mümkündür, əməliyyat lazımdır və o zaman pasiyenti əməliyyata alırıq. Və əməliyyat da fərqli ola bilər. Yalnız kistin çıxarılması ilə əməliyyatı bitirə bilərik. Bəzən bizim Milli Onkologiya Mərkəzində rəhbərliyimizin belə bir bizə şərait yaratması var ki, belə bir şansımız var ki, biz əməliyyat anında pasiyent narkoz altında olaraq əməliyyat anında həmən kisti çıxarırıq və histoloji analizə yönləndiririk. 10 dəqiqə ərzində bizi laboratoriyadan uşaqlıq, yumurtalıq kistinin təhlükəlidir ya deyil deyə bizə bir cavab gəlir. Təhlükəli deyilsə əməliyyatı bitiririk, yalnız kistanı çıxarırıq, başqa bir orqanları müdaxilə etmirik. Və gələcəkdə qarantı almaq, sığortalamaqdır. Əgər daha çox da bunu biz cavan xanımlarda edirik, əgər bizə cavab gəlirsə laboratoriyadan ki, təhlükəlidir, xərçəngdir, biz o zaman daha geniş əməliyyat edirik, uşaqlıq, digər yumurtalıq tam çıxarılır ki, gələcəyinə fəsad yaranmaz. Bəli, və burada da eyni zamanda da biz cərrahi əməliyyat oldu, bitdi də deyil, dərman müalicəsinə keçici də bitdidir. Biz daima müayinələrdə və nəzarətdə olmalıyıq. Müalicə dönəmində nəzarət prosesi necə aparılmalıdır və necə aparılır, doktor? Buyurun. İlk öncə diaqnozu qoyduqdan sonra artıq məsələn biz dəyərləndirdik ki, məsələn ilk öncə kista var. Kistanın ölçüsü bu qədərdir, kistanın divar qalınlığı bu qədərdir. Məsələn, tutaq ki, IOTA 3-ə aiddir bir nəzarət qrupuna. IOTA 3-ə aid olan bir kistadır, yönləndiririk ginekologumuza. Ginekolog artıq orada digər analizləri də dəyərləndirərək müalicə təyin olunur. Məsələn, 3 aydan sonra yenidən, dinamik kontrolda 3 aydan sonra yenidən qayıdır. Böyük əksər hallarda bu dediyimiz hemorragik kist və ya funksional kistalar, sadə bəsit kistalardan gedir söhbət. Hətta bəzən şokolad kistlər, endometrioid kistalar çox faiz hallarda geriyə sorulma olunur. Geriyə sorulma olmadıqda əlbəttə ki, artıq ginekologumuza yenidən müraciət olunur və cərrahi müdaxilə tətbiq olunur. Amma böyük hallarda hətta kiçilmə olsa belə yenə dinamikaya, yəni nəzarətə, məsələn 10 sm-lik bir kista idi, müalicədə sonrası gəldi 5 sm-ə düşdü. Artıq cərrahi müdaxiləyə, artıq ginekoloqun və radioloqun ümumi rəy əsasında yenidən müalicəni davam elətdirə bilər. Orada yəni tam yoxa çıxmasını gözləyə bilərik. Bir də gəldi artıq məsələn
məsələn, aorta bu beynəlxalq sistemin əsasən 4-5-ci olan artıq metastaz, məsələn, qarın boşluğunda metastaz vermiş şişlər və digər şişlər artıq orada həm cərrahi müdaxilə tətbiq oluna bilər, həm digər kimyoterapiya və yaxud da digər müalicə taktikalarından istifadə etmək olar. Bəli, və bunlar da göstəricidir. Bir də bir məsələ var, xüsusi ona toxunmaq istəyəcəm, doktor. Müəyyən müdaxilələr nəticəsində qadın orqanizmində yaranacaq yumurtalıqda kistalar da var. Bunlar da baş verir, deyilmi? Və həmin zaman elə deyir, ən gözəl nümunə insan elə özündən danışmalıdır. Müəyyən bir müdaxilə, onda sizlərə dərin təşəkkür edirəm. Hər ikinizin haqqı üzərimdə çoxdur. Ona görə də hər zaman təşəkkür etməkdən özümə xüsusi bir vətəndaş borcu olaraq bunu bildirirəm. Yəni, müəyyən bir müdaxilə nəticəsində bunların aşkarlanmasını Turab doktor aşkarladı ki, müəyyən bir kistlardır. Amma panikaya düşmək lazım deyil, dedi. Müəyyən zamandan sonra sovrulacaq və özü-özünə gedəcək, dedi. Və bu dönəmdə də təbii ki, sizin etdiyiniz müdaxilə nəticəsindədir. Biz indi tam olaraq artıq dəfələrlə bu haqda danışmışıq. Müəyyən bir Mirena spiralın yerləşdirilməsi fonda baş verdi və bunu yaşayan xanımların bəzən də böyük bir təşviş, həyəcan, panika yaşamasında yox. Əgər kista varsa, dediyim kimi, bəzən də yanlış istiqamətlərdə biz hərəkət edirik. Lazım olduğu yerdə dayanırıq, lazım olmadan yerə irəliyə doğru çox cəsarətli oluruq. Niyə saxlayırsan, onların deməyinə baxmadan bir müdaxilə olmalıdır. Kista varsa dərhal götürülməlidir deyə. Amma burada insanı bu yerdə səbri və tənkili nümayiş etdirən peşəkar həkimlərə olan inamdır, güvəndir və burada söhbət peşəkarlıqdan gedir. Necə ki, dediyiniz zamanın bitməsində həmin kistlərin sovrulması, tamamən yoxa çıxması prosesi yaşandı. Bu da artıq etimaddır. Yəni, bu hadisələr də yaşanır. Burada bir müəyyən bir emosional davranış sərgiləyən pasientlər də yəqin ki var, deyil mi? Bunları, bu qızıl ortamı necə tənzimləyirsiniz? Bunları inandıraq ki, səbirli olun. Səbirli olanların daha çox sayı çoxdur, yoxsa daha çox... İcazə versiniz, mən deyərdim. Məsələn, xəstə yaxınlaşır, siz dediyiniz kimi, artıq yumurtalığında kista var. Məsələn, ginekoloqların hər hansı telefon var, bizdə daxili telefon var, onunla məsləhətləşirik ki, məsələn, nəzarətə buraxaq. Digər qohumu yaxınlaşır ki, doktora denən əməliyyat eləsin. Yəni, qohum daha mütəxəssisdən daha ağıllı hesab edirmi, deyim özünü, daha təcrübəli hesab edir özünü. Gəlir, deyir ki, müdaxilə, əlbəttə ki, biz onun provokasiyasına getmirik, öz qərarımızda qalırıq və artıq, əlbəttə, müdaxilə etmək üçün gərək xüsusi göstəricilər olsun. Müdaxilə etmək üçün göstəricilər olmadan olunan əməliyyat, buradan da qeyd edirəm, cinayətdir. Bu cinayət məsuliyyətidir, yəni olmaz. Gənc xanımdan lap yaxşıdır, postmenopazal dövr olsun, ya yönündən dönəcəki dövr olsun. Bayaq Turan xanım dedi, gənc xanımda, yumurtalığında kiçik bölüşülü bir kista var. Əməliyyat edirsən, lap laparoskopik olmasın, açıq əməliyyat. Ondan sonra yaranan bitişmələr, borularda bitişmələr, gənc bir xanımın, bir ailənin həyatına müdaxilə elədin artıq. Artıq ona qədər övladı olacaq, olmayacaq bilinmir. Ondan sonraki dövrdə onun ana olduğu, məsələn, tutaq ki, hamiləlik baş verib, onun uşağı necə aparacağı bilinmir. Yəni, faktiki olaraq ehtiyac olmadan müdaxilə elədim və ondan sonraki dövrdə də artıq o mərhələli şəkildə fəsadlar gəldi. Bəli, və bunlara kim cavabdeh olacaq? Cinayətdir, ona görə də cərrahlarımız da ölkəmizdə lazımi qədər təcrübəli cərrahlarımız var, əlbəttə onlar eləmir. Amma digər cərrahlara tövsiyəmiz odur ki, daha diqqətli olsunlar və gənc xanımlara, xüsusən gənc xanımlarımıza, reproduktiv dövrdə olan xanımlarımıza qarşı diqqətli olsunlar. Çox sağ olun. Bunlar təbii ki, müəyyən bir məsələlərdə bunlar yaranacaq. Sonda artıq verilişimizin də bitməsinə çox az sayda dəqiqələr qaldı. Turan xanım, yəni sonda bir mesaj istəyəcəm, bir mesaj verək ki, yəni kistalar təhlükəli, qorxduğumuz böyük bir faciə və məsələ deyil, müalicəyə tabe olanlardır. Yetər ki, zamanında müayinələrdən keçirilsin və doğru düzgün mütəxəssisdə bunlar axtarılsın. Bayaqkına da bir-iki cümlə mən deyim. Demək, ümumiyyətlə yumurtalıqlar hormon istehsal edən orqandır deyə müxtəlif hormonal müdaxilələr bədəndə yumurtalıqda kistalar yarada bilər. Məsələn, süd vəzi kanseri olan pasientlərə daimi hormonal preparatlar təyin edirlər. Həmən pasientlərdə də yumurtalıqda problem yarana bilər. Və yaxud da sonsuzluğa görə müalicə alan pasientlər var ki, onlar hormonal rəqəmli həblər qəbul edirlər və o həbləri qəbul edən dövrdə yumurtalıqda belə bir kistalar yarana bilər. Və yaxud da sizin bayaq vurguladığınız kimi Mirena spiral yenə də hormonal müalicə növlərindən biridir.
onun müalicə müddətində də yumurtalıqda belə bir kistlər yarana bilər. Yenə də burada düzgün dəyərləndirilmə aparılmalıdır. Bu kistlərin o hormonal müalicə ilə əlaqədarmı yaranıb, pasiyentin öz patologiyasıdırmı? Yəni bunları ayırd etmək mütləq mütəxəssisin əlindədir. Yenə də sonda bir çağırış kimi bunu deyək ki, hər kistə xərçəng demək deyil, hər kistə müalicə olunmalıdır deyə bir cümlə yoxdur. Amma adi bəsit kistdən belə çox ağır fəsadlar baş verə bilər və hətta bədləşə bilər, xərçəngə keçə bilər. Ona görə də gəlin bunu həkimlərə buraxaq, qərarı həkimlər versin. Sadə kistimi müalicə olunmalıdırmı, əməliyyat mı olunmalıdır və ancaq həkimə inanaq. Bəli. Həkimlərin öhdəsinə verək və təbii ki, burada peşəkar həkimlər gedir. Əgər qadın olaraq müəyyən bir özümüzdə təbii ki, bədənimizi və kimliyimizi özümüzdən gözəl ikinci bir şəxs tanıya bilməz. Həm də özümüzü, mən hər zaman deyirəm, bədənimizi də sevməliyik, dəyər verməliyik. Əgər azacıq da bir narahatçılıq varsa, ötüb keçər, başqaları belə etdi, mən də onu edim simasında və timsalında dünya praktikasında elə bir müalicə yoxdur. Ola bilər ki, o insana hansısa formada uğur gətirdi, amma bu mənə də eynisi yansıyacaq deyəcək bir müalicə metodu hələ dünyada kəşf olunmayıb. Təbii ki, ən gözəl qadın, mən deyərdim ki, ginekoloji xəstəliklərin müayinəsi, müalicəsi Milli Onkologiya Mərkəzindən çox da uzağa getmədən müraciət etsək, orada şəbəkə formasında bir-biri ilə hər zaman kiçik bir addım atacaq dərəcədə belə qərarlaşmadan buna qərar verməyən peşəkar həkimlər çalışır. Hansı ki, onlardan da ikisi bugün bizim qonağımız idi. Milli Onkologiya Mərkəzinin onkolog-ginekologu Turan xanım Nadirova və Milli Onkologiya Mərkəzinin həkim radioloqu Turab Abdiyev. Sizinlə xoş olduq, çox ciddi məqamlarda maariflənmiş olduq. Dərin təşəkkür eləyirəm o zamanınızı, sıx qrafiklə çalışan zamanınızın bir saat bizim üçün ayırdığınız üçün. Bugünlük bu qədər hər kəsə ümumiyyətlə sağlam düşüncə və sağlam can arzuluyuruq ki, o sağlam canın da dəyərini və qiymətini özümüz dəyərləndirməliyik. Bugünlük bu qədər. Sabah eyni vaxtda fərqli mövzuyla görüşmək ümidi ilə salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.